Ukraynanın hücumlarının ardarası kəsilmir. Xüsusilə Qaradəniz, Rostov və digər istiqamətlərdə Ukrayna öz həmlələrini davam etdirir. Son olaraq ötən gecə Krasnodar istiqamətində daha bir limanı hədəf alan Ukrayna tərəfi nəticə itibarilə 1000 kvadrat metrin alışıb yanmasına gətirib çıxaran bir hücumla yadda qaldı. Əslində bu limanlara edilən hücumlar heç də təsadüfi deyil. Bilirsiniz ki, savaşın başlaması zamanından bu yana xüsusilə Rusiyanın neft və neft məhsullarına ciddi sanksiyalar tətbiq edilib və bu daşınmaların asanlaşması üçün Rusiya tərəfi xüsusilə limanlardan və tankerlərdən istifadə edir. Təbii ki, bu tankerlərin üzərində Rusiya bayrağı olmur. Müxtəlif ada dövlətlərinin bayrağından istifadə edən Rusiya bu neft məhsullarının satması ilə müəyyən mənada maliyyə qazanıb, savaşı maliyyələşdirirdi. Ancaq Ukrayna kəşfiyyatı öz işindədir. Xüsusilə də kəşfiyyat məlumatlarına əsasən fərqli bayraqlar taxmasına baxmayaraq Qaradənizdə ard-arda 3 tankerin hədəf alınması, daha sonra Rostov, daha sonra isə ötən gecə Krasnodarda daha bir liman Ukrayna tərəfindən hədəf alındı.